Küçəyə axan kanalizasiya suları, ətrafa yayılan pis qoxu. Görüntülər Sabirabad şəhəri 20 yanvar küçəsindəndir. Həmin küçədə yerləşən binanın sakinləri deyirlər ki, bir aydan çoxdur ki, vəziyyət belədir. Güclü yağışlardan sonra kanalizasiya xətlərinin tutulması çirkab sularının ətrafa axmasına səbəb olub. Mən bu binada yaşayıram, mənim evim oradır. Sən başlığa dönüm, sizə qurban olun. Baba zibilli mənim evimin içindədir. Bu da kanalizasiya, körpü uşaqlarımız var, nəvələrimiz var. Mən qoca arvadam. Düşürük bir dəqiqə, həyat oturaq, iyidən həyat otmaq olmur. Keçmiş SSR devrindən tikilən binalardır. Ümumiyyətlə birinci mərtəbədə yaşayıram. Evdə birinci qrup xəstəm var. Bu şüunətdən sonra çıxmaq olmur. Allah, göz qabağındadır, bir dəfə. İndi biraz hələ gün çıxıb beləsinə quraqlıqdır. Birazdan sonra vəbşə mümkündür. Su gələn kimi hamısı bir əydə. Binanın arxasını çəkəsiniz, görəsiniz. İfunətdən yaxınlaşmaq mümkündür. Bir hardasa bir ay yarım, 2 ayda bu gündür. Binanın birinci mərtəbəsində yaşayanların vəziyyəti isə daha da çətindir. Valla birinci mərtəbədə olduq, nə evin dalının pəncərəsini açıb, yəni parametri var, hava dəyişə bilmirik, nə də ki qabaqdan aça bilmirik, hava dəyişmək olmur. Kanalizasiya pulu veririk də, biz birə-birə kanalizasiyanı iynəyirik, binanın altına da gedir. Biz veririk ki, elə oturaq özümüz də zülüm çəkək. Sakinlərin şikayəti ilə əlaqədar Sabirabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən Xəzər xəbərə bildirildi ki, problemdən xəbərdardırlar. Hazırda ərazidə əsas daşıyıcı xətlərin təmizlənərək açılması işləri aparılır. İşlər yekunlaşan kimi 20 yanvar küçəsinin kanalizasiya xətləri də təmizlənərək əsas xəttə birləşdiriləcək.